Kayak qayığını kanoedən daha sürətli edən 5 əsas səbəb. 1. Hidrodinamik müqavimət, yəni suyun müqaviməti daha azdır. Kayakın gövdəsi dar və hidrodinamik formaya malikdir. Bu, su müqavimətini minimuma endirir və sürət daha çox olur. 2. Avar çəkmə tezliyi daha yüksəkdir. Kayakda avar çəkmə tezliyi xeyli yüksəkdir. Çünki idmançı hər iki tərəfdən kürəklərlə qayığı hərəkətə gətirir. Bu isə fasiləsiz sürətlənməni təmin edir. 3. Enerji daha səmərəli ötürülür. Kayakda avar çəkərkən tətbiq olunan güc birbaşa qayığın irəli hərəkətinə yönəlir. Bu səbəbdən enerji itkisi azalır və kürəklərin suya hər zərbəsi daha çox sürət yaradır. 4. Kütlə mərkəzi daha aşağıdır. Kayakda idmançı suya daha yaxın vəziyyətdə olur. Bu, qayığın tarazlığını artırır, yan tərəfləri hərəkətləri azaldır və daha stabil, sürətli irəliləməni təmin edir. 5. Sprint məsafələri üçün optimallaşdırılıb. Kayak 200-1000 metr məsafələrdə maksimum sürət üçün dizayn edilib. Bu da start və sürətlənmədə üstünlük yaradır.